Azərbaycan alimləri Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Dövlət başçısının Milli Elmlər Akademiyasında verdiyi mühüm mesajların ana xəttini də məhz bu istiqamət təşkil edir. Təhlilçilər eşidək. Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasında səsləndirdiyi mesajlar ölkənin elmi inkişaf strategiyasına, milli kimliyə və intellektual potensiala verilən dəyərin növbəti təzahürü kimi dəyərləndirilir. Dövlət başçısının çıxışı həm elm adamları, həm də gənc nəsil üçün çağırış xarakterdə daşıyırdı. Bəzən bir söz, bir cümlə bütün millətin yaddaşını, tarixini oyada bilir. Azərbaycan dövlət başçısının Seyvan yox, Göyçə gölü ifadəsini işlətməsi də sadəcə bir adın terminoloji yanlışını düzəltmək deyildi. Həm də tarixi gerçəkliyin möhkəmlənməsi, kimliyə dönüş, qayıdış yolunda mənəvi başlanğıc idi. Elm və bilim adamları ilə görüşdə bu fikrin səslənməsi də həm də tarixçilər və bu sahənin bilicilərinə bir mesaj oldu. Təhlilçilər də deyirlər ki, Prezident İlham Əliyevin tarixi həqiqəti 1000 illik gerçəyi söyləməsi həm də xalqımız üçün bir çağırışdı. Adlarımızı, yaddaşımızı, torpaqlarımızı qorumanın zamanının çatdığı ismarıcıdır həm də. Ermənistanla bugün biz sülh müqaviləsi astanasındayıq və sərhəd müəyyənləşdirilməsi dövründə Azərbaycan tərəfi tarixi adlara qayıdaraq öz baxış bucağını göstərir. Bu, tarixi reallıqların unudulmadığını bildirmək formasıdır. Bizlərin öz dədə-baba torpaqlarımıza qayıdışı, bizlərin haqqımızın əsaslı olduğunu, beynəlxalq hüquqa əsaslandığını çatdırılmasından eyni zamanda Cənab Prezident bu faktı söyləməklə həm də Qərbi Azərbaycanlı soydaşlarımızın istəklərinə haqlı olduğunu bəyanlayır. Dövlət başçısının elm ocağında etdiyi çıxış əslində həm də bütün cəmiyyətə ötürülən strateji mesaj oldu. Bu çıxışda həmçinin dövlətin elmə verdiyi önəm, milli inkişafın əsas hədəfləri bir daha aydın şəkildə ifadə olundu, deyə millət vəkili bildirdi.